Əmək bazarına yeni atılan, yeni məzunların etdiyi səhvlər. Birincisi, bunlar ulduz xəstəliyi var bunlarda ciddi şəkildə. İkincisi, bunlarda kreslo xəstəliyi var. Üçüncüsü, bunlar 4-5 rəqəmli əmək haqqılar istəyir hələ əmək bazarına atılan zaman. Siz məndən soruşsanız ki, ümumiyyətlə karyera planlaması hansı dövrdən başlamalıdır? Mən sizə cavab verərdim ki, çox kiçik yaşlarından, məsələn 4-5 yaşlarından etibarən. Çünki 4-5 yaşlı bir uşağın maraqlarını, bacarıqlarını kəşf etmək, onları bu prosesləri təşviq etmək mümkündür. Sevinç xanım, xoş gəlmisiniz. Çox sağ olun Əminət xanım, dəvət üçün təşəkkür edirəm. Düşünürəm ki, növbəti bir saatımız həqiqətən də maraqlı olacaq. Necə hiss edirsiniz özü? Fərqli hiss edirəm. Sevdiyim məkan, sevdiyim kofe və sevdiyim insanlar və sevdiyim mövzu. Düşünürəm ki, bazar günü bundan gözəl dəyərləndirmək olmazdı. Başlamamışdan əvvəl istəyərdim ki, sizi tanımayan insanlar üçün özünüz haqqınızda biraz məlumat verəsiniz. Mən özümü bir neçə profildən tərifini verə bilərəm. Sadə bir vətəndaşam, proaktiv bir gəncəm deyə bilərəm. Artıq 5 ildir ki, peşəkar olaraq karyera məsləhətçisi istiqamətində fəaliyyət göstərirəm. Pedaqoqam, müəllim kimi fəaliyyət göstərirəm və komandanı idarə edən rəhbər şəxsəm. Gənclərlə bir xeyli vaxtdır ki, işləyirsiniz. Özünüz də gençsiniz və gənclərin içində çox olmusunuz. Bəli, bəli. Artıq 4-5 ildir ki, karyera planlaması, soft skillslərin inkişafı üzrə demək olar ki, gənclərin içindəyəm. Karyera planlaması üzrə həm də mütəxəssissiniz, deyilmi? Belə adlandıra bilərik. Adlandıra bilərik. Karyera planlaması nədir və hansı mərhələlərdən keçirik, ümumiyyətlə hansı səhvləri eləyirik onu planlayarkən? Deməli, ilk öncə onu deyim ki, karyera planlaması nə deyil? Misal üçün, ən çox səhv salınan məsələ işləmək, karyera planlaması hələ deyil, sadəcə işləmək. Karyera planlaması uzun müddətli prosesdir, ömür boyu davam edən prosesdir. İnsanın öz dəyərlərini, bacarıqlarını, istedadlarını, qorxularını bilib, özünü reallaşdıra biləcəyi bir mühitdə hərəkət etmək mərhələsidir. Bu karyera planlamasıdır. Amma vacib bir məqam var ki, karyera planlamasına başlamazdan əvvəl 5 mərhələ var. Mən iddia edirəm ki, bu 5 mərhələni şuurlu şəkildə keçən şəxs ətrafındakı şəxslərdən fərqlənir. Ən birinci, əslində ən sadə görünən, amma ən ağrılı, ən sancılı mərhələdir və bu mərhələ uzun müddət davam edir. Bu, özünü tanıma mərhələsidir. Təsəvvür edin, bir insan özünü tanımır, amma gedib X bir işdə işləyir. Bu nə qədər uğurlu ola bilər? Uğurlu olsa belə, həddindən artıq uzun yol tələb eləyəcək. Mən özümü tanıyıram. Bu arada özünü tanıma müddəti qısa müddətli bir proses deyil. Siz 70-inizdə də, 50-inizdə də özünüzü tanıyacaqsınız. Amma müəyyən üsullar var ki, ən azından siz 60-70% özünüz haqqında öyrənə bilərsiniz. Və bu sizə qərar vermə prosesində kömək eləyəcək. İkinci mərhələ, özümü tanıdım. İndi burada mən kiməm sualının cavabını tapdım. İndi bizə lazımdır ki, sən kimsən? Sən kimsən dediyimiz əmək bazarıdır. İmkanların araşdırılmasıdır. Mən kiməm, sən kiməm? İkisi məlumdur bizə, artıq biz məqsədlər təyin edirik. Mən kiməm və sən kiməm sualının cavabından sonra biz sadəcə məqsəd yox, smart, yəni ağıllı məqsədlər təyin etmiş oluruq. Məqsədlərimizi təyin etdik, sonraki mərhələ fəaliyyət planıdır, hərəkətə keçirik. Sonuncu mərhələ isə qiymətləndirmədir. Baxın, təsəvvür edin ki, siz qaçırsınız, ancaq ki, biz axı vurğuladıq, əmək bazarı sürətlə dəyişir. Lazımdır ki, bir ay sonra, 3 il sonra bir məqsədlərinizə qayıdasınız. İnsan dəyişkən varlıqdır. Ola bilsin ki, məqsədləriniz dəyişəcək və burada yolu dəyişəcəksiniz. Bu mərhələlərdir. Bir də siz sual verdiniz ki, hansı səhvlər olur? Burada müxtəlif yaş dövrlərində müxtəlif səhvlər etmə var. Ancaq ki, mən ən çox maraqlı olan və ən çox məndən soruşulan suallardan birinin cavabını vermək istəyirəm. Əmək bazarına yeni atılan, yeni məzunların etdiyi səhvlər. Birincisi, bunlar ulduz xəstəliyi var bunlarda ciddi şəkildə. İkincisi, bunlarda kreslo xəstəliyi var. Üçüncüsü, bunlar 4-5 rəqəmli əmək haqqılar istəyir hələ əmək bazarına atılan zaman. Çox bunlar xəstəlikdir. Hamımız tutulur. Hər üçü çox qəşəng, pis mənada qəşəng xəstəliklərdir. Ondan qurtulmaq üçün də özümüzü yaxşı bir baxın, Sevinç xanım, başdan ayağa çox mərhələli prosesdir və sanki hər mərhələsində bizim bir mentora dəstəyimiz olacaq. Mentor məsələsi artıq bilirsiniz ki, yenə də ölkəmizdə bu mentordur, coachdur, təlimçidir, məsləhətçidir anlayışları son bir neçə ildir ki, trenddə olan məsələlərdir. Yaşam koçu Sevinç xanım, yaşam koçu. Biz Instagrama, sosial şəbəkələrə baxsaq, belə yağışdan sonra çıxan göbələklər kimi hər kəsin profilinin altında
mentor, koç anlayışları var. Bəs burada sual yarana bilər ki, biz yaxşı mentoru necə seçə bilərik, hardan bilə O bilərik? sualı verəcəydim, çox yaxşı başlayırsınız. Necə seçək biz? Hardan bilək ki, bu insan mənə düz yol göstərəcək? Birinci məsələ odur ki, əmək bazarında çox yaxşı təcrübəsi olmalıdır. 3-5 il, 10 il təcrübəsi olmalıdır. İkinci məsələ odur ki, siz o mentorun nəticələrinə baxın. Bu şəxslərin əgər yaxşı nəticələri və eyni zamanda həqiqətən də pis nəticələri olmalıdır. Dinləmə bacarığı olmalıdır. Sizin birbaşa səhvlərinizi üzünüzə vurmamalıdır. Bəzi etik qaydalar var. Mən o etik qaydaları burada hamısını bir-bir açıqlamaq istəmirəm. Ancaq ki, nəticələrinə baxsaz, ünsiyyətdə olsaz, prosesdə özünüz görəcəksiniz. Bir də ki, mentor mən deyərdim ki, indiki dövrdə bir ehtiyacdır. Çünki siz bir yolu 5 ilə gedirsiniz. Bu adam artıq o yolu çoxdan gedib. Bu adam sizə deyəcək ki, Amina, Sevinç, gəl bunu belə eləmə, belə elə. Daha çox sorğulayaraq cavabları özümüzün tapmasına köməklik göstərəcək. Biz o yolu 5 yox, 3 ilə gedəcəyik. Bu prosesdə biz bilirik ki, dövlət başçılarının, siyasətçilərin və ya sadə insanların, bunların mentoru var. Hər kəs düzdür, məşhur insanların da görürəm ki, bəli. Çoxunun mentoru var. Sevinç xanım, karyera planlaması üzrə mütəxəssisə niyə ehtiyac var? İlk öncə onu qeyd edeyim ki, biz hal-hazırda elə bir əmək bazarında yaşayırıq ki, çox ciddi bir xaosun içindəyik. Əmək bazarı çox sürətlə dəyişir. Təhsil sistemi olsun, insanlar olsun, ona çatmaqda biraz çətinlik çəkir. Bu prosesin içində bizə köməkçilərə ehtiyac var. Məhz karyera planlaması istər dünya, istər Azərbaycan bazarında son dövrdə bu ehtiyacdan doğaraq yaranan bir peşədir. Bəli, mən qəbul edirəm ki, səmimi olsaq, hələ çox güclü namizədlər, çox güclü mütəxəssislər yoxdur. Hər halda bu istiqamətdə fəaliyyət göstərən şəxslər var. İnsanları A nöqtəsindən B nöqtəsinə sorğulayaraq, şuurlu şəkildə onların inkişafını araşdıraraq, təşviq edərək yetişdirən şəxslərdir bunlar. Ona görə də ehtiyac yaranır. Xidmətlərinizdən kimlər istifadə edir? Hansı yaş qrupları istifadə edir? Biz 3 istiqamətdə bunu göstərə bilərik. Birinci istiqamət odur ki, bunlar məktəblilərdir. Bilirsiniz ki, dönəmin ən ciddi problemlərindən biri doğru ixtisas seçimi. Çünki biz ixtisas seçimi zamanı sadəcə bugünü nəzərə almalı deyilik. Biz ən azı 5-10 il sonra nəzərə alaraq ixtisas seçə bilərik. Birinci kontekst bunlar məktəblilərdir. İkinci kontekst universitetdə təhsil olan tələbələrdir. Çünki onlar üçün çox qarışıq prosesdir. Əmək bazarı dəyişir. Təhsil sistemi onlara nə verir? Onları əmək bazarına hazırlayırmı? Üçüncü isə artıq əmək bazarında fəaliyyət göstərən şəxslərdir ki, mən deyərdim ki, ən problemli şəxslər elə bunlardır. Çünki bu adamlar artıq nələrin dadına baxıb və qərar vermə dönəmindədirlər ki, mən nəyi istəyirəm, nəyi istəmirəm. Biri əmək haqqından narazıdır, biri ümumiyyətlə deyir ki, karyerasında 3-5 il sonra nə isə dəyişmək istəyir və biraz da lor dildə desəm beyingəndir. Bu 3 şəxslərlə, 3 kateqoriya olan şəxslərlə biz işləyirik. Siz məndən soruşsanız ki, ümumiyyətlə karyera planlaması hansı dövrdən başlamalıdır? Mən sizə cavab verərdim ki, çox kiçik yaşlarından, məsələn 4-5 yaşlarından etibarən. Çünki 4-5 yaşlı bir uşağın maraqlarını, bacarıqlarını kəşf etmək, onları bu prosesləri təşviq etmək mümkündür. 6-7-ci siniflərdə artıq bizim konkret testlərimiz var ki, həmin uşağı yenidən kəşf eləyək. Biraz yuxarı siniflərə getdikcə biz ixtisas seçimi prosesinə fokuslanırıq. Mən həmişə valideynlərə deyirəm ki, baxın, biz övladımızı evləndirən zaman, ailə quranda öz xarakterlərinə uyğun şəxslər seçirik. Eləcə də ixtisas seçimi də budur. Gəlin, reallığa baxaq, Azərbaycan bazarı hələ ki, qonşunun uşağı, dayoğlu, kim nə qədər bal yığdı, hüquqşünas olmalıdır, həkim olmalıdır, bu mindsetdədir. Biz başa düşməliyik ki, biz övladlarımızın bacarıqlarını, maraqlarını, istedadlarını, dəyərlərini kəşf edirik, əmək bazarını araşdırırıq, daha sonra onlara uyğun ixtisaslar seçirik. Bu karyera planlamasında edilən səhvlərdən biridir. Aydındır. Belə bir haşiyə çıxacağım buradan və bir sual verəcəm. Bizdə valideynlər ixtisas seçərkən uşaqlara onun nə dərəcədə gəlirli ixtisas olacağını və prestijli ixtisas olacağını hədəf alırlar əslində ki, hansı ixtisas daha yaxşı pul qazanar. Sizcə sadəcə buna fokuslanmaq daha haqları var, yoxsa necə? Baxın, araşdırmalar göstərir ki, mən sizə statistik məlumatlar deyirəm, təcrübələrimi deyirəm ki, iş yerlərində əmək haqqına görə, pula görə işdən ayrılmalar ilk kateqoriyada dayanmır. Bunlar 3-cü, 4-cü kateqoriyadır. Birinci kateqoriya nədir bilirsinizmi? İnsanın özünü reallaşdıra bilməsi.
Əgər həmin peşədə, sahədə şəxs özünü reallaşdıra bilmirsə, bu peşəni sevmirsə, pul sonrakı faktordur. Deməli, nəticə olaraq biz deyə bilərik ki, xeyr, sadəcə pul qazanmaq hələ ən vacibi deyil. Biz ilk öncə övladlarımızın dəyərlərini, bacarıqlarını, istedadlarını, özünü reallaşdıra bilmə qabiliyyətlərini aşkara çıxarmalıyıq, əmək bazarını araşdırmalıyıq, ondan sonra ixtisas seçimi prosesini başlaya bilərik. Sevinç xanım, özünü reallaşdırmaq nədir? Özünü reallaşdırmaq odur ki, insan öz potensialını həmin yerdə göstərə bilirsə, o bacarıqlarını ortaya qoya bilirsə, bu özünü xoşbəxt hiss etmək anlamına gəlir və daha yaxşı nəticə yönümlü işlər görmək anlamına gəlir. Bu özünü reallaşdırmaqdır. Sevinç xanım, son illərdə də belə olub və indiki vaxtda bu daha sürətlə belədir. Necədir? Yəni artıq biz məktəbi qurtarana kimi, hətta 4 illik universiteti qurtarana kimi ixtisaslar dəyişir. Bəli. Dünya sürətlə dəyişir. Biz necə özümüzü hazırlaya bilərik? Necə eləyə bilərik biz karyera planlamamızı belə bir dövrdə? Aha. Siz məndən soruşsanız ki, 5 il sonra özünüzü hardan görürsünüz? Mən səmimi cavab verəcəyim pissə, mən bilmirəm. Bu sualın cavabı məndə yoxdur. Siz bizim atalarımızın, babalarımızın dövrünə getsəz, bəli, onlarda belə bir proses gedirdi ki, karyerasına mütəxəssis olaraq başlayır. Baş mütəxəssis, sonraki mərhələdə misal üçün şöbə müdiri, sektor müdiri. Bu gün üçün o məsələ keçərli deyil. Mənim ilk tövsiyəm o olar ki, gənclər özlərini hazırlasınlar ki, çox güclü adaptasiya, çeviklik, müstəqil qərar vermə, müstəqil öyrənmə bacarıqları, emosional zəka və tənqidi təfəkkür. Əgər bu bacarıqlar gənclərdə formalaşsa, onlara hansı qapı açılsa belə, o qapının demək olar ki, önündə hazır dayanacaqlar. Deməli, burada biz fokuslanmalıyıq soft skillslərə, yəni yumşaq bacarıqlara. Ona görə də gənclərimizə biz tövsiyə eləməliyik ki, onları bu proseslərə alışdırmalıyıq ki, siz universitet dövründə yalnız ev və universitet yolunu yox, müxtəlif fəaliyyətlərdə aktiv şəkildə iştirak eləməlisiniz. Müasir işə götürənlər heç bir 4-cü kursu bitirən yeni tələbədən 3-4 illik təcrübə gözləmir. Tələbələr bəzən mənim yanıma yaxınlaşır ki, ay müəllim, misal üçün, mən axı 4-cü kursu yeni bitirmişəm və mənə deyir ki, 3-4 illik təcrübə. Burada proses ondan gedir ki, İşə götürən görmək istəyir ki, 4 il boyunca bu şəxs öz üzərində müstəqil olaraq işləyibmi? Əgər işləyibsə, bu anlama gəlir ki, mən sabah onu yanımda oturtduranda həqiqətən bu şəxs yenə də öz üzərində işləyəcək və gedəcək proses. Sevinç xanım, bir neçə önəmli bacarığın adını çəkdiniz siz. Hansı ki, bizə uzun müddətdə iş, karyera, həm də maddi təminat belə deyim, söz verə bilər, qaranti eləyə bilər. Bunlardan bir neçə adaptasiyadır. Adaptasiya nədir və bunu necə qazanırıq? Deməli, sizə bir yaxşı xəbərim var, bir pis xəbərim. Birinci pis xəbərdən başlayacağım. Pis xəbər odur ki, əmək bazarı çox sürətlə dəyişir və heç vaxt tarix boyu əmək bazarı bu qədər sürətlə dəyişməyib. Yaxşı xəbərim odur ki, bizim çoxlu resurslarımız var. Biz bunu müstəqil formada yetişə bilərik, inkişaf eləyə bilərik. Bu prosesdə bizə ilk növbədə lazım olan bacarıq adaptasiya bacarıqdır. Mənim dediyim kimi, biz bugün ixtisasımızı seçirik, amma statistikalar göstərir ki, bugün 1-ci sinifə gedən şəxs 11-ci sinifi bitirəndən sonra, karyerasına başlayandan sonra ömür boyu 5 dəfə peşə dəyişiminə məhkum olacaq. Deməli, bizdə lazım olan birinci bacarıq adaptasiyadır. Adaptasiya bacarığı sadəcə olaraq dəyişiklikləri izləyərək sürətlə həmin dəyişikliklərə uyğunlaşmaq bacarığıdır. Buna necə formalaşdırmaq olar? Birincisi, bunu başa düşmək lazımdır, bu bacarığın mənasını. İkinci məsələ odur ki, çoxlu praktika. Çoxlu praktika etmək, sizin verdiyiniz qərarlar, aldığınız feedbacklər kömək eləyəcək ki, bu bacarığı özünüzdə formalaşdırasınız. İki beyin tərzindən həmişə söhbət gedir. Açıq beyin, qapalı beyin tərzindən. Biz açıq beyin dediyimiz zaman yeniliklərə adaptasiya olmaq. Belə bir nümunə var idi. Siz də əlavənizi eləyərsiniz. Məsəl üçün, məndə müəyyən bir bacarıq varsa, falan ki, oxu bacarığı və gələcəkdə mənə hər hansı bir iş üçün, məsələn, öz işim üçün riyazi bacarıq lazımdırsa, mən deyirəm ki, fiziyoda məndə yoxdur bacarıq, mən başqa işə keçim. Bu artıq qapalı beyinə keçir. Amma desəm ki, məndə bu bacarıq yoxdur, amma mən bunun üzərində işləyərək inkişaf etdirə bilərəm. Bu mənim adaptiv olduğumu və həmçinin də açıq beyinə sahib olduğumu göstərir.
Sizin başqa bir nümunəniz varsa deyin. Bəli, tamamilə razıyam. Grow mindset deyilən bir ifadə var. Bu o deməkdir ki, siz kənardan gələn fikirlərə də açıqsınız və o fikirləri də mən orada tənqidi təfəkkür dedim. Tənqidi şəkildə yanaşırsınız. Misal üçün siz 6 görə bilərsiniz, mən 9 görə bilirəm. Açıq beyinə sahib insanlar bunu başa düşürlər. Qapalı beyinə sahib insanlar daha çox mənim dediyimdir. Dəyişikliyə adaptasiya ola bilmirlər. Nə varsa onlarda odur. Ondan artığı ola bilməz. Daha çox bu yanaşma ilə hərəkət edirlər. Bir-iki dənə də nümunə istəyirəm. Desəm mən yavaş-yavaş ağlıma gəlir bir-iki nümunə. Sırf karyera istiqamətində deyil, amma genel olaraq belə bir nümunə ağlıma gəlir. Məsəl üçün deyirlər ki, zəngin həmişə daha da zəngin olur, kasıb elə həmişə kasıb qalır. Belə bir təqribən belə bir ifadəmiz var. Amma bunu açıq beyinlə düşünmüş olsaq, deyərik ki, əslində mən müəyyən bacarıqları formalaşdıraraq və mənə tam ki, maddi rifah üçün nə lazımdır? Yerimi dəyişmək, karyeramı dəyişmək lazım ola bilər. Müəyyən bacarıqlarımı inkişaf. Mən bunları eləsəm, əslində mən də maddi tərəfdən biraz daha yaxşı olar vəziyyətim. Amma düşünsən ki, yox, gözləyim taleyin hökmünü. Bu taley həmişə hökm verməyə də bilər ki, mən hər zaman deyirəm tələbələrimə, məsəl üçün onlar məmnunsuzluq hiss eləyəndə, iş yerlərindən şikayətlənəndə onlara qeyd edirəm ki, sən ağac deyilsən, hərəkət elə. Bəli, biz bunu hərəkət eləməklə, dadına baxmaqla bir insanın nə istədiyini müəyyən etməyin ən yaxşı yolu dadına baxmaqdır. Tələbələr, məktəblilər şanslıdır ki, onların vaxtı var ki, dadına baxsın. Daha sonra müəyyən eləsin. Əmək bazarına atılmış şəxslərin ola bilsin ki, buna tam olaraq vaxtı yoxdur. Onlara isə ən yaxşı tövsiyəm ola bilər ki, ən azından bu vaxta kimi o işlərin dadına baxmış, əmək bazarında 3-5 il təcrübəsi olan şəxslərlə bir oturub söhbət eləsinlər. Və söhbətin nəticəsində o qərara gəlsinlər görək, bu adamların planlaşdırdığı, xəyal etdiyi iş rejimidirmi, mühitdirmi, saatlardırmı, əmək haqqıdırmı? Bugün süni intellekt adlı bir reallıq var. Misal üçün, siz yəqin ki, ətrafda çoxlu eşitmisiniz ki, süni intellekt işimizi əlimizdən alacaq. Elə karyera planlamasında gənclərə ən böyük tövsiyələrimdən bu ola bilər ki, necə hazırlaşa bilərik? 2 dənə tövsiyə var. 2 dənə məsələ var. Əgər siz bunlara hazırsınızsa, heç bir süni intellekt, heç bir robot sizi əvəz eləyə bilməz. Bunlardan birincisi digitallaşmaqdır. Sahənizdən, peşənizdən asılı olmayaraq rəqəmsallaşmaq. İkincisi isə sahənizdə dərinləşmək. Kimə dərin şəxs deyilir bilirsiniz? Bu adamın əmək bazarında təcrübəsi var, yəni hard skillslər formalaşıb, üstə gələk soft skillslər, yumşaq bacarıqlar formalaşıb və son dövrlərdə 20-30 ildən fərqli olaraq insani keyfiyyətlər, şəxsi keyfiyyətlər anlayışı da artıq kontekstdə var. Bunların üst-üstə gələndə siz olursunuz peşəkar, keyfiyyətli kadr. Heç bir süni intellektdə sizin işinizi ala bilməz və siz ixtisar da oluna bilməzsiniz. Əla. Demiş xanım, növbəti qeyd elədiyiniz önəmli bacarıq tənqidi təfəkkür idi. Bunu xüsusilə vurğulayıram, çünki düşünürəm ki, bizdə təhsil kontekstində, həmçinin də evdə, məişətdə indiyə qədər kifayət qədər diqqət ayrılmayıb və indidən sonra çox istəyirəm ki, daha möhkəm formalaşsın. Tənqidi təfəkkür nədir və necə formalaşdıraq biz bunu? Gəlin bu suala belə cavab verin. Tənqidi təfəkkür nə deyil? Nə deyil? Bəli. Tənqid etmək, təhqir etmək bu tənqidi təfəkkür deyil. Tənqidi təfəkkür rasional olaraq qərarların qəbul etmə prosesi, məsələyə hər tərəfdən baxa bilməkdir. Misal üçün, Aminət xanım, siz oradan baxırsınız, amma siz düşünməlisiniz ki, o tərəfdən baxan bir şəxs də var. Qısaca olaraq tənqidi təfəkkürün açıqlamasını versək, məsələyə hər kontekstdən baxıb qərar qəbul etmə prosesi tənqidi təfəkkürlə birbaşa bağlıdır. Amma bu qətiyyən tənqid etmək deyil, bu qətiyyən təhqir etmək deyil, rasional, məntiqli qərarların qəbul prosesidir. Daha məişət kontekstində nümunə desək, mənim ağlıma bir şeylər gəlir, amma siz nümunənizi deyin. Aha, bunu biraz fikirləşməliyəm. Mən deyim. Məsəl üçün deyək ki, çox sıradan bir nümunə deyəcəm ki, tam aydın olmasın. Məsəl üçün deyək, qatıq ağdısı ağdır da və salam. Bu qatığa bir rəng qatsam başqa rəng alacaq axı. Ay, sağ olun. Bəli, bir rəng deyil. Bəli. Mən əslində bayaq çəkdiyim misal məsələsi 6-9 ən sadə misal olur. Mən 6 görürəm, siz 9 görürsünüz. Amma onu həm 6, həm 9 görə bilən şəxs bizə artıq mesaj verir ki, bu şəxsin tənqidi təfəkkürü yaxşıdır. Çünki hər kontekstdən dəyərləndirə bilir. Sizcə buna aktiv dinləmə kömək edir? Məsəl üçün, mən sizə yaxşı dinləyirəmsə, amma cavab vermək üçün gözləmirəm. Doğrudan da siz danışdığınız məsələdə sizin yerinizdən baxmağa çalışıramsa, bu məni daha açıq edir sanki. Bəli, mütləq. Hətta biz aktiv dinləmə nədir ümumiyyətlə, bunun da açıqlamasını verə bilərik ki,
Aktiv dinləmək sadəcə sakitcə sizin məni dinləmək prosesi deyil. Aktiv dinləmə odur ki, mən danışıram, siz lazım olan yerdə aydınlaşdırmaq üçün suallar verirsiniz. Misal üçün, siz deyirsiniz ki, Sevinç xanım, mən düz başa düşdümsə, tənqidi təfəkkür budur. Mən artıq görürəm ki, Aminat xanım burada aktiv dinləmə prosesindədir. Siz sakit dinləyirsiniz, ola bilər ki, fikriniz başqa yerdədir. Biz bunu çoxlu auditoriyalarda görürük. Baxın, aktiv dinləmə məsələsi bəli, birbaşa tənqidi təfəkkürə təsir edə bilər. Aydındır. Növbəti qeyd elədiyiniz önəmli bacarıq deyim, belə səriştə deyim, bilmirəm tam olaraq hansını deyim, amma emosional zəka. Bəli. Çox danışılır emosional zəkadan. Nə olan şeydir bu emosional zəka, Sevinç xanım? Deməli, biz bilirik ki, son dövrlərin tendensiyasında, belə deyək, trendində olan bacarıqdır emosional zəka. Mən xüsusilə qeyd etmək istəyirəm ki, müasir işə götürənlərin ən çox diqqət elədiyi bacarıqlardan həm də biridir və təəssüflə vurğulamaq istəyirəm ki, Azərbaycan bazarında mütəxəssislərdə demək olar ki, ən zəif inkişaf edən bacarıqlardan biri də emosional zəkadır. Necə hiss edə bilirsiniz ki, onlar da zəif inkişaf edib? Əla. Sadə bir misalla, elə məişət üslubundan bir misalla deyim sizə bunu. Deməli, misal üçün mən kadr seçirəm. Ola bilər ki, siz möhtəşəm, yaxşı, peşəkar bacarıqlara sahibsiniz. Gətirirəm sizi komandama, bir ay sınaq müddəti də işləyirsiniz, amma görürəm ki, birinin dediyi söz digərinin boğazından keçmir, komanda ilə işləyə bilmir, hisslərini cilovlaya bilmir və emosional zəka, bu kimi sadaladığımız bacarıqlar elə bacarıqlar ki, bunlar həyati bacarıqlardır. Həyati bacarıqları mümkün deyil ki, mən sizə bir aya, 2 aya formalaşdırım. Dadıra bilərəm, məşq elətdirə bilərəm, amma tam formalaşdıra bilmərəm. Məsələn, Excel-i mən sizə gətirərəm, yanıma bir ay praktika elətdirib öyrədə bilərəm, amma emosional zəkanı o qədər sürətlə öyrədə bilmərəm. Deməli, müasir işə götürən də əslində soft skills-ləri daha yüksək olan şəxslərə önəm verirlər. Yumşaq bacarıqlar. Bəli, yumşaq bacarıqlar. Mən yaxşı bir statistika deyim sizə. Ümumiyyətlə, daha çox əslində bu statistika deyil, belə bir açıqlama verim sizə. Peşəkar bacarıqlar, hansı ki hard skills dediyimiz bacarıqlar, sizə işi qəbul edən bacarıqlardır. Mən sizin CV-nizə, rezümenizə baxanda görürəm ki, Excel-də işləyə bilirəm, məsələn, kod yazmağı bilirəm məsələn. Mən ona əsasən sizi müsahibəyə dəvət edirəm. Amma sizi işdə saxlayan bacarıqlar uzun müddətdir. Bunlar yumşaq bacarıqlardır. Sizin yumşaq bacarıqlarınız zəif. Əgər problem həll eləmək, problemi üstəsində özünü idarə eləmək, ən sadə ünsiyyət qurmaq bacarığı, ən sadə komanda ilə işləmək bacarığı, bunlar qaydasındadırsa, adətən işə götürənlər sizinlə işləməyə təbii ki, o tərəfdən hard skills-lərdə müəyyən qədər qaydasında olmalıdır. Davam edəcəklər. Amma biri yox, biri varsa, burada artıq problem yaranacaq. Aydındır. Daha bir qeyd elədiyiniz bacarıq müstəqil qərar verməkdir. Mən bunu uşaqları yetişdirən valideynlərdə görürəm, məndə özümdə də körpə var və bəzən yadımdan çıxır. Bəzən uşağın yerinə qərar verə bilirik ki, bunu geymə, bunu. Amma çalışırıq ki, məlumatlı valideynlər məsəl üçün bunu formalaşdırmağa çalışır. Necə eləyə bilərik müstəqil qərar verməni? Deməli, burada yenə də mən əmək bazarına da toxunacağam. Mən uşaqları bu mövzuda qınamıram, nəinki uşaqlar. Bizim Dövlət Məşğulluq Agentliyinin çox yaxşı bir araşdırması var və bilirsinizmi, maraqlı olan məqam odur ki, bizim rəhbər şəxslərdə çatışmayan ən vacib məqamlardan biri müstəqil qərar vermə bacarığıdır. Bunlar, mən sizi təyin eləmişəm X bir vəzifəyə, amma o vəzifəyə təyin olunan, sizə vəzifə öhdəlikləri verilib, buna rəğmən bu adamlar müstəqil qərar verə bilmirlər. Müstəqil qərar vermə bacarığı elə birbaşa asılıdır tənqidi təfəkkürdən, emosional zəkadan. Çünki bu adam tənqidi təfəkkürü güclüdürsə, hər şeyi araşdırıb, hər tərəfli baxıb məsələyə və ona əsasən məntiqli qərar verir. Əgər o tərəfdən o zəifdirsə, bu doğru, düzgün, sürətli, tez zamanda qərarı necə verə bilər axı? Bunun arxasında digər soft skills-lər var ki, biz onları möhkəmləndirməliyik ki, gəl bu bacarığın da inkişafını çıxarır. Aydındır. Sevinç xanım, indi müsahibəmizi, belə deyim, perspektivimizi iş mühitinə yönləndirmiş olsaq, belə deyək, əvəz olmaz kadr sözünü dediniz biraz əvvəl. Kimdir əvəz olmaz kadr? Mən necə əvəz olmaz kadr ola bilərəm iş mühitində? Deməli, ümumiyyətlə siz özünüz də əmək bazarını izləmə prosesindəsiniz və siz görürsünüz ki, tez-tez rəhbər şəxslər işlədirlər ki, əvəz olunmaz kadr yoxdur. Buna mən iki kontekstdən yanaşıram. Mən razıyam ki, bugün Sevinç bu vəzifədən gedəcək və onun yerinə
onsuz da başqa biri gələcək. Yəni o yer boş qalmayacaq. Amma mənim inandığım məsələ odur ki, orada sevinc öz unikallığı ilə seçilirdi. Əslində əvəzolunmaz kadr bir növ unikallığı ilə seçilən kadrdır. Amma sual əvəzolunmaz kadr varmı, yoxdur? Ümumi kontekstə baxsaq, əvəzolunmaz kadr yoxdur. Amma rəhbər şəxslərin, işə götürənlərin itirmək istəmədiyi kadr var. Kimləri itirmək istəmir? Mən sizə 3-5 bacarıq sayacağam. Bu bacarığa sahibsinizsə, əmin olun ki, o şəxslər sizi itirmək istəmir. Bunlardan biri, məsələn, üzərinə məsuliyyət götürmək bacarığıdır. Baxın, mən demirəm, məsuliyyətli olmaq. Mən deyirəm ki, üzərinə məsuliyyət götürmək bacarığı. Misal üçün, ikincisi, problem həll etmək bacarığı. Burada yenə də söhbət sadəcə problemi həll etməkdən getmir. Problemin kökünü görüb, ondan sonra problemi həll etmək bacarığı. Misal üçün, üçüncü bacarıq təşəbbüskarlıq bacarığı. İş yerində 15 nəfər əməkdaş varsa, onlardan biri ikisi təşəbbüskardır. Hamısını təşəbbüskar ola bilər? Xeyr. Və yaxud da öyrənməyə açıq kadr. Mən həmişə deyirəm gənclərə, öyrənməyə ac olun. Öyrənməyə ac olan şəxslər. Bax, bu şəxsləri itirmək istəmirlər. Bunların əvəz olunması biraz çətindir. Deyə bilərik ki, bu şəxslər əvəz olunmaz kadrdır. Burada bir səhnə yadıma düşdü mənim. İllər əvvəl bir dənə təlimdə iştirak eləmişdim. Orada xanım belə bir situasiya dedi. İş mühitində bir problem yaranmışdı. Deyir ki, mənim iş yoldaşım gəldi mənim üstümə qışqırdı. Yəni əməlli başlı qışqırır, susmur. Deyir, mən bildim ki, bir dənə problem yaranır. Mən onun emosiyasına fokuslanmadım. Dedim ki, nədir problem? Gəl həll edeyim. Deyir, o tez problemi dedi və mən onu həll etdim. O sakitləşdi. Deyir, mən ona qoşulmadım o mübahisədə. Yox, sən niyə mənim üzərimə qışqırırsan? Mən bildim ki, onun problemi şəxsən mənlə deyil. Orada bir dənə problem yaranır və o problemi həll etməyə çalışır. Məsəl üçün, dediyiniz problem həll etmə bacarığına bunu məncə nümunə deyə bilərik, yaxşı bir nümunə. Bəli, tamamilə razıyam. Bir də öyrənməyə açıq olmaq hissəsini dediniz. Belə bir cümlə eşitmişdim. Dedi ki, mən bilirəm cümləsini qurduğunuz yerdə öyrənmə prosesiniz bitir. Bəli. Burada mən öyrənməyə ac olmaq məsələsində adını çəkdim. Biraz öyrənməyə açıq olmaq, mən öyrənməyə ac olmağı qeyd edirdim. Öyrənməyə ac olmaq odur ki, siz əmək bazarına atılma mərhələsindəsiniz və həqiqətən də o tutub qopartmaq istəyirsiniz. Baxın, o mərhələdəsiniz. Öyrənməyə ac olmaq, deməli, bu deməkdir. Siz, yəni, rəhbər şəxsdir, sizin rəhbərinizdir. Ondan o mentorluğa görürsünüz. Fokuslanırsınız ki, bundan nə öyrənə bilərəm, ondan nə öyrənə bilərəm. Bu adam hər tərəfli öyrənməyə fokuslanır. Öyrənməyə ac olma bacarığı həm də müstəqil öyrənmə bacarığının da alt hissəsini təşkil edən bacarıqlardan biridir. Mənim bir professorum vardı, mən Budapeştdə oxuyarkən. İnsanın olmadığı layihə yox idi, beynəlxalq səviyyəli professor idi. Beynəlxalq əməkdaşlıq təşkilatının da üzvü idi, belə deyim, orada əsas şəxslərdən biri idi. Biz tələbə idik və təzə getmişdik. İnsan bizə sual verirdi, biz nə qədər danışıq, o qədər diqqətlə qulaq asdı və yaxşı adam idi. Danışırkən yarısında elə bilirəm ki, qulaq asmır da bu adam. Yəni mən deyirəm, bunun üçün nə əhəmiyyəti var ki, bu işləmədi, yəni layihə qalmayıb. Qurtardıqdan sonra, çox maraqlıdır. Sən filan şeyi beləmi düşünürsən? Bəli. Mən ondan öyrəndim, məsəl üçün, öyrənməyə açıq olmaq nə deməkmiş. İllərlə 50 il, bəlkə 60 il aramızda yaş fərqi var idi və o insan hələ də gənc bir insanın perspektivini öyrənməyə çalışırdı. Bu həm də birbaşa tənqidi təfəkkür, həmçinin də aktiv dinləmənin verdiyi bir mesajdır. Çünki qarşınızdakı şəxs məsələni aydınlaşdırır. Mən düz başa düşdümsə, siz bunu demək istəyirsiniz. Adətən ünsiyyət prosesində aydınlaşdırma edən tərəf daha az səhv edir. Bunu da vurğulamaq lazımdır. Aydınlaşdırma edən tərəf. Biz adətən bu, bilməm, mədəniyyət olaraq bizdə formalaşır, yoxsa yox. Çox istifadə elədiyimiz səsli olaraq yəqin sözü var. Yəqin bu belədir deyirik və yəqin istifadə eləməyimizə rəğmən onu fakt kimi qəbul edib, onun üzərindən hərəkət eləyirik. Qarşı tərəfdən soruşmur ki, doğrudan bu belədir, yoxsa yox. Əslində bu proses necə getməlidir? Misal üçün, Əminət xanım, mən sizə deyirəm ki, sabah 10:00-da burada görüşək. Bizim mühitdə proses, ünsiyyət prosesi burada bitir. Əslində ünsiyyət prosesi 4 mərhələdən keçməlidir. Mən sizə deyirəm ki, sabah 10:00-da burada görüşürük. Siz aydınlaşdırırsınız ki, mən düz başa düşdümsə Sevinç xanım, biz sabah saat 10:00-da burada görüşəcəyik. Mən təsdiqləyirəm və yaxud da düzəldirəm. Belə olduğu təqdirdə ünsiyyət tam ünsiyyət sayılır və daha az yanlışlar edilir. Bəzən insanlar o sualı verməkdən qorxurlar, görməmək üçün də, ağıllı, nəqsin, səfək görməmək üçün, ya da ki, o sualı vermək istəmirlər. Amma mən görmüşəm, belə bir şey də eşitmişəm ki, tamamilə razıyam. Deyir ki, ağıllı insanlar özlərini
belə səfeh, axmaq görünməkdən qorxmurlar da. Yəni bir ildir ustalar ki, hə doğrudan belədir, yoxsa yox. Sevinç xanım, bir insanın əmək bazarında dəyəri olması bu nə deməkdir və necə müəyyənləşdirir ki, bu insan əmək bazarı üçün dəyərlidir? Çox qəşəng məqama toxundunuz, vurğuladınız. Biz bayaqdan əmək bazarından danışırıq, amma insanın dəyərini hansı segmentlər müəyyən edir, bunu toxunmamışdıq. Sadə bir misal verəcəm. Hansı ki, bizi izləyən şəxslər üçün də maraqlı ola bilər. Sadə müsahibə mərhələsində bizdən soruşulur, sizin əmək haqqı gözləntiniz nədir? Bu sualın əsas məğzi sizdən hər hansı bir rəqəm almaq deyil. Bu sual onu yoxlayır ki, şəxs özünün əmək bazarının dəyərini bilirmi? Nəyə əsasən biz əmək bazarı dəyərimizi müəyyən edə bilərik? Birincisi bizim bacarıqlarımız. Fikir verin, birinci yerdə mən təhsil demədim. Birinci yerdə bacarıqlarımız, istedadlarımız. Çünki bacarıq bərabərdir təcrübəyə. Sən təcrübəlisənsə, bu o deməkdir ki, sənin bacarıqlar formalaşıb. Həmişə yox, amma bir çox hallarda. İkinci məsələdə təhsil durur. Təhsil yalnız formal təhsildən söhbət getmir. Yəni 4 il gedib mən oturub gəldim. Yox. Burada müxtəlif kurslar da ola bilər, başqa şeylər də ola bilər. Fikir verin, bu ikisi hansı ki bacarıq, təhsil bir çoxumuzun agah olduğu bildiyimiz məsələlərdir. Amma üçüncü yerə baxaq, nailiyyətlər, nəticə yönümlülük. Siz 11-ci sinifdə ingilis dili müəllimi seçən zaman nəyə baxmısınız? Baxmısınız ki, bu müəllimin hazırlaşdırdığı abituriyent ingilis dilindən neçə bal yığıb, neçəsini düz yığıb. Görürsünüz? Nəticəyə baxmısınız. Sizin əgər nəticəniz yoxdursa, hansı dəyərdən söhbət gedə bilər? Hansı 4-5 rəqəmli əmək haqqılardan söhbət gedər? Digər bir məsələn ola bilər ki, rəqabət yönümlülük. Mən həmişə deyirəm, bizlərdən, tələbələr deyirəm, sizlərdən doludur. Azərbaycan, gəlin, etiraf edək ki, çox kiçik, çox balaca bir ölkədir. Xəritədə nöqtə boyda bir ölkədir. Bizə 54-55 təhsil müəssisəsi var və təhsil müəssisələrinin yarısından çoxu eyni ixtisas üzrə hazırlaşdırırlar. Mühasib, maliyyə, iqtisadçı. Bizim bu qədər maliyyəçiyə, iqtisadçıya sizcə ümumiyyətlə ehtiyacımız var? Deməli, ya siz fərqlənməlisiniz, ya da öləcəksiniz. Şəxs olaraq yox, əmək bazarında ölü kadra çevriləcəksiniz. Ona görə hamı şikayət edir ki, Sevinç xanım, bəs mən oxumuşam universitetdə, iş tapa bilmirəm də, iş yoxdur. Bunu şikayət edən insanlarla, məsələn, haqlıdırlarmı şikayətlərində, yoxsa? Baxın, biz razıyıq ki, yaxşı işlərin sayı azdır, amma rəqabət çoxdur. Yaxşı işlərin sayı azdır, amma rəqabət çoxdur. İş tapmamağın bir neçə səbəbi ola bilər. Misal üçün, ümumiyyətlə insan nə istədiyini bilmir. Yəni, məqsədi konkret deyil, hara gəldi, CV-sini atır. İkinci məsələ, ümumiyyətlə, harada iş tapmaq lazımdır, onu bilmir. Yəni, o alətləri bilmir. Sadəcə X bir saytdan, sosial şəbəkədən iş tapmaq, bu çox limitli məsələdir ki, və uzun müddətli prosesdir ki, oradan iş tapasınız. Ən vacib, ən yaxşı yol əlaqələrdir. Bizim ağızdan ağıza reklam dediyimiz məsələ var, misal üçün. Əlaqələr, referanslar. Mən buna həmişə deyirəm, sağlam dayı. Yəni, səni harasa referans edən şəxs. Bunlar sizin əmək bazarınızı dəyərli edir. 2 dənə məsələni də qeyd edəcəm. Biri tələbat məsələsidir. Hansı ki, siz X bir ixtisas təhsil almışsınız, amma Azərbaycan bazarı deyir ki, Sevinç, mənim bu ixtisasa tələbatım yoxdur. Bazarın dəyərini azaltdı. Və ən sonuncu mərhələ şəxsi brendinq və yaxud da təqdimat deyə bilərik. Bu da ki, çox vacibdir ki, heç bir işə götürən sizi lupa ilə, teleskopla əmək bazarında axtarmayacaq. Siz özünüzü yaxşı mənada satmağı bacarmalısınız. Bunlar sizi əmək bazarında dəyərli edir və sizə verilən əmək haqqı məsələsi elə bunlardan doğaraq yaranır. Sevinç xanım, biz çoxlu maraqlı məqamlara toxunduq. Mənim üçün də yeni çox şey var bizim bu söhbətimizdə. Bizim indiyə qədər verdiyim sualların içində, mənim sizə verdiyim sualların içində verməyimi istədiyiniz, gözlədiyimiz və yaxud da ki, toxunmalı olduğumuz hansı məqamlar var? Biz əslində demək olar ki, bütün məqamlara, haradasa bütün məqamlara toxunduq. Ancaq ki, mən ümumi olaraq tövsiyə xarakterli deyə bilərəm ki, özünün karyera planlamasının 5 ili, 10 ilini planlamaq istəyən şəxslərə onu deyərdim ki, bu biraz mümkünsüz prosesdir. Necə mümkünsüz prosesdir? Bəli, bizim vizyonumuz genişdirsə, biz proqnoz eləyə bilərik ki, təxminən hansı bacarıqları, hansı peşələr bizdən istənilir, tələb olunur. Biz falçı deyilik, biz ekstrasens deyilik. Biz sadəcə vizyonu geniş, son nöqtəni təxminən görə bilən şəxslərik. Ancaq ki, mənim baxışımdan fokuslanmasınlar ki, 5 il sonra harda olacam, 10 il sonra harda olacam. Onlar fokuslansınlar indiyə
İndi o bacarıqları özlərində formalaşdırsınlar ki, sabah qapını döyəndə o qapı onlara açılsın. O bacarıqları formalaşdırdığım, dediyim bacarıqlar daha doğrusu daha çox yumşaq bacarıqlardır. Onlara fokuslansınlar. Daha sonra isə sərt bacarıqlara fokuslana bilərlər. Sevinç xanım, hal-hazırda sizin dediyiniz kimi təkcə məktəblər deyil, tələbələr deyil, bir çox insanlar yaşı müəyyən dövrün o böhrana düşürlər. Yəni nə tapım, hansı işdən yapışım, nə iş görüm və s. və ilax çoxdur. Bu baxımdan götürəndə mənə gəlir ki, həm göstərdiyiniz xidmət əvəzsizdir, çox önəmlidir. Buna görə də sizə belə bir sual da verim ki, bizim izləyicilərimiz sizi axtarsalar harda tapsınlar? Mən hər yerdəyəm. Sosial şəbəkələr ən sadə üsulu Sevinç Bursu yazsalar, Instagram, Facebook, LinkedIn profillərindən rahatlıqla əlaqəyə keçə bilərlər. Orada mən əlaqə nömrəmi, e-mailimi və s. qeyd eləmişəm. Əlaqə saxlaya bilərlər və lazımi xidmətləri göstərib köməklik göstərməyə hazıram. Çox sağ olun Sevinç xanım. Mən təşəkkür edirəm maraqlı söhbət üçün, aydınlanma üçün. Yaxşı ki gəldiniz. Çox sağ olun. Siz sağ olun. Təşəkkürlər.